Toplum üçün mövcud olduqları gündən ermənilər arasında hiyləgərlikləri, ikibaşlı oyunları, fürsət yaranan kimi xəyanət etmələri, uyğun və layiq olmadıkları mövqeləri tutmaq üçün əl atdıqları çirkin əməlləri ilə tanınan çox olub. Erməni siyasi fəalların bu xasiyyət həmişə hər yerdə bütün bu cür tipik personajlardan biri də Varsenika Kasparyandır. Kasparyan 1888-ci ildə Şuşada anadan olub. 16 yaşında Bolşeviklər Partiyasına daxil olan Kasparyan Bakıda gizli fəaliyyət göstərən Bolşevik təşkilatlarında fəaliyyət göstərib. O, Stepan Şamiyanın ən yaxın əlaltılarından biri olub. Məhz Şamiyanın tapşırığı ilə o tez-tez mərkəzə göndərilib və bu tapşırıqları icrası zamanı Varsenika Kasparyan Leninlə şəxsən tanış olmağa da imkan tapıb. Ara sıra Pravda qəzetində çıxışlar edən erməni qadın Şamiyanın dəstəyi ilə Qırmızı Ordu bölmələrində siyasi rəhbər kimi xidmət etməyə başlayıb. Bir müddət keçdikdən sonra 1922-ci ildə Stalin partiyanın baş katibi vəzifəsinə seçiləndə Varsenika Kasparyan onun lap yaxın ətrafına yol tapıb. O, Stalinin katibəsi işləyib. Kasparyan eyni zamanda Beynəlxalq Qadınlar Şöbəsinin Şərq bölməsinə rəhbərlik edib. Mövcud mürəkkəb ictimai-siyasi vəziyyətdə mövqeyini möhkəmləndirmək üçün Varsenika Kasparyan Lev Trotskinin tərəfdarları ilə gizli əlaqələr yaradıb. Məqsəd Stalinin devriləcəyi təqdirdə Trotski komandasında yeni vəzifəyə sahib olmaq olub, amma Kasparyanın bu iki başlı oyunu onun özünü tələyə salıb. Belə ki, Trotskinin tərəfdarları hakimiyyət ələ keçirə bilməyəndə komanda üzvləri bəziləri ölkədən qaçıb, bəziləri isə həbs olunub, bəziləri isə ən ağır cəzaya, edama məhkum olunublar. Bu ərəfədə aparılan araşdırmalar zamanı məlum olub ki, Varsenika Kasparyan da Trotskiyə işləyib. Fakt aşkarlandıqdan və təsdiq olunduqdan sonra Kasparyan 1928-ci ildə sürgün edilib. Varsenika Kasparyan vəziyyətdən çıxış yolu tapmaq üçün bütün mümkün variantlara əl atıb. O, dəfələrlə mərkəzi komitəyə əfv olunması ilə bağlı məktublar göndərib və sonunda Stalinə müraciət edib. Stalinə müraciətdə Varsenika siyasi əqidəsini tam dəyişdiyini və bundan sonra partiyaya Stalinə sədaqətlə xidmət edəcəyini bildirib. Müraciətdən və Anastas Mikoyanın Stalinə xahişindən sonra Varsenika Kasparyan azadlığa buraxılıb. Həbsxanadan böyük arzu və xəyallarla çıxan Varsenika Kasparyan yeni vəzifə alacağına ümid edib, lakin Kreml ona heç bir vəzifə verməyib. Özünə qarşı bu laqeyd münasibətlə qızıqlanan və hiddətlənən Varsenika Kasparyan işlə bağlı imtina cavablarından sonra müəyyən idarələrdə Stalinə qarşı mənfi təbliğata başlayıb. Onun əsas şüarlarından biri Stalinin xəyanətkar və nə vaxtsa çar mühafizəsinin agenti olması barədə olub. Əslində bu məsələ həm Stalin hakimiyyət dövründə, həm də onun vəfatından sonra dəfələrlə araşdırılıb və bu fakt öz təsdiqini tapmayıb. Varsenika Kasparyanın bir il ərzində sərsəmləməsi Kreml təngə gətirəndə onu yenidən həbs ediblər. Bu dəfə Mikoyan ona kömək edə bilməyib. O 10 il azadlıqdan məhrum etmə və 5 il sürgün cəzasına məhkum edilib. Varsenika Kasparyan cəzasını Orlov həbsxanasında çəkib. Orlov həbsxanasında olarkən o, Stalin əleyhinə təbliğatını davam etdirib. Bu haqda mütəmadi olaraq Stalinə məruz edilib. Sovet-Alman müharibəsi başlayanda Lavrenti Beria Stalinə məxfi qrifli məktub ünvanlayıb. Məktubda həbsxanadakı vəziyyət təhlil edilib. Orlov həbsxanası xüsusi abzasda qeyd olunub. Göstərilib ki, Alman faşistlərinin SSR-yə hücumu həbsxanadakı antikomünist ruhlu məhbusların fəaliyyətini canlandırıb. Onlar dəfələrlə qiyam etməyə, həbsxanadan qaçmağa, qaçdıqdan sonra isə Almanlar tərəfə keçməyə hazırlaşırlar. Beria Stalindən həmin şəxslərin güllələnməsinə icazə istəyib və müvafiq siyahı təqdim edilib. Siyahda Varsenika Kasparyanın adı ilk sırada olub. Stalin Beriyanın məktubu ilə tanış olub, onu diqqətlə oxuyub, siyahıda onların kimliyi ilə maraqlanıb. Uzun müzakirələrdən sonra Stalin siyahıda adları göstərən şəxslərin cinayət işləri hərbi kollegiya təqdim edilsin və yenidən baxılsın deyib. Bu isə o demək ki, siyahıdakı şəxslərin cinayət işləri hərbi kollegiya təqdim edildikdən sonra onlar haqqında növbəti cəza, güllələnmə hökmü çıxarılacaq. Beləliklə 1941-ci ilin sentyabrın 25-də Beriyanın siyasi hərbi tribunala ötürülüb. O cümlədən cinayət işinə yenidən baxılması üçün Varsenika Kasparyanın da sənədləri kollegiya verilib. 8 oktyabr 1941-ci ildə hərbi tribunal siyahıda olanlar haqqında yeni qərar verib, güllələnmək. Elə həmin gün hökm icrası yerinə yetirilib. İki başlı oynayan Varsenika Kasparyan Orlov həbsxanasında bir dəfəlik susturulub.